hər ay dözülməz menstruasiya ağrıları ilə yaşayırsınız və sizə bunun normal olduğunu deyirlər. Xeyr, şiddətli ağrılar hər zaman normal sayılmır və bunun arxasında gizli bir səbəb ola bilər. Bugün qadınların həyat keyfiyyətinə, psixologiyasına və hətta ana olmaq şansına ciddi təsir göstərən bu xəstəliklərdən endometriozdan danışacağıq. Endometrioz uşaqlığın daxili təbəqəsini formalaşdıran toxumaların uşaqlıq boşluğundan kənarda, məsələn, yumurtalıqlarda və ya çanaq nahiyəsində inkişaf etməsidir. Bəs bədəniniz sizə hansı siqnalları verir? Dözülməz ağrılar, xroniki çanaq ağrıları, cinsi əlaqə zamanı yaranan diskomfort və ağrı hissi, həmçinin bəzən bağırsaqların fəaliyyəti və sidik ifrazı zamanı yaranan şikayətlər də bu xəstəliyin əlaməti ola bilər. Ən önəmlisi isə səbəbi tapılmayan sonsuzluğun arxasında çox vaxt məhz endometrioz dayanır. Dəqiq diaqnoz və sizə özəl müalicə planı mütləq bir mütəxəssis tərəfindən təyin edilməlidir. Bu ağrılarla yaşamaq məcburiyyətində deyilsiniz. Sağlamlığınızı təxirə salmayın. Vaxtında müayinələrdən keçin.